Azərbaycan ədəbiyyatında o qədər gözəl mərsiyələr var. Bədii təsvir, ifadə vasitələri ilə zəngin olan çox gözəl bir ədəbiyyat vardı və bu həm də bizim Azərbaycan dilinin nə qədər poetik söz imkanlarının geniş olduğunu göstərir. İslamın zuhur etdiyi ərəfədən sonra ən mühüm hadisə, ən təsirli, ən kədərli hadisə sözsüz ki, Kərbəla hadisəsidir. Yerin adı Kərbəladır, Dəşti-Bəladır deyirlər buna. Bəzən Neynəvadır. İmam Hüseyin əleyhissalam kimdir orada? Orada Seyyid-ü Şühədadır, orada Şah-ı Teşnələbdir. Məsum imamlardan da məşhur, mütəvatir bir hədis var ki, kimi Əhl-i Beytin şənində bir beyt inşa eləsə, Allah cənnətdə ona bir beyt bəxş eləyər. Həzrəti Zeynəbin təsviri çox geniş verilir mərsiyələrdə. Çünki o Aşura hadisəsindən sonra bu inqilabın, bu faciənin danışan dilidir. Ey Füzuli, istəməz kimsə rızası ilə fəna. Mən ərş ilə fərş o kafir. Olmaq ol qədri kibar, ol bütü bətqudə bəla. Vaxt üçün Əkbərinin nizədə Leyla. Şərbətimdir vəsli yavru, icri canla. Salam əziz və dəyərli izləyicilərimiz, Qələm sahibi verilişinin növbəti buraxılışında xoş gördük sizləri. Bugünkü verilişimizdə ədəbiyyatda məqtəllər və mərsiyələr mövzusunda söhbət açacağıq. Qonağımız isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Natəvan Bağırovadır. Natəvan xanım, xoş gəlmisiniz verilişimizə. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm ki, növbəti dəfə bizim təşrifimizi qəbul edib verilişimizə təşrif gətirmişsiniz, var onu. Natəvan xanım, biz tarixə nəzər salsaq görərik ki, İslamın zuhur etdiyi ərəfədən sonra ən mühüm hadisə, ən təsirli, ən kədərli hadisə sözsüz ki, Kərbəla hadisəsidir. Və bu hadisə baş verdikdən sonra tarix kitablarında, müxtəlif hədis kitablarında öz əksini tapıbdır, nəql olunubdur. Düzdür, ilk dövrlərdə demək, həm tarix, həm hədis, həm digər İslam elmləri bir kitabda cəm olsa da, ancaq daha sonralar, bir müddət keçdikdən sonra Aşura hadisəsi, Kərbəla vaqiəsi artıq müstəqil bir araşdırma mövzusu olmuşdu. Və həm dünya tarixşünaslarının, həm sözsüz ki, İslam tarixşünaslarının bir tədqiqat mövzusu olmuşdu, ayrıca araşdırılmışdı və bu dövrdən sonra da məqtəllər yazılmağa başladı. Düzdür, əvvəllər şifahi şəkildə idi bu məqtəllər. Məsələn, zaman keçdikcə dildən dilə, nəsildən nəsilə ötürülüb gəlmişdi. Daha sonra isə artıq yazılı şəkildə özü əksini tapmışdı tarixdə. Həmən məqtəllər ilk dəfə Kərbəlada iştirak etmiş, bu və ya digər bir şəkildə orada sağ qalmış, daha sonra həmin hadisələri nəql etmiş şəxslərin dilindən gəlib bizə çatmışdı. Sözsüz ki, onların ilki İmam Səccad əleyhissalamdır, həm xanım Zeynəb salamullah əleyhadır. Həm mən bir demək mənbədə oxumuşdum ki, hətta düşmən tərəfindən olan insanlar da var idi ki, o hadisələri təfərrüatı ilə danışırdılar, qeyd edirdilər. Bu məqtəllər yarandıqdan sonra isə mərsiyələr artıq yazılmağa başladı. Və bizim də elə bugünkü mövzumuz ədəbiyyatda məqtəllər və mərsiyələrdir. Biz mərsiyə janrından danışsaq, onu ədəbiyyatda necə tərənnüm olunduğunu görə bilərik. Ümumiyyətlə, ədəbiyyatda mərsiyə janrından danışdıqda onu necə təqdim edə bilərik tamaşaçılara? İstəyirəm ilk öncə bundan danışaq. Bəli, əlbəttə, klassik şərq ədəbiyyatında mərsiyə qəsidənin həmişə bir növü olmuşdur. Yəni, İslamdan da öncə var idi mərsiyələr. Mərsiyə sözü rassa ərəbcə kökündən yaranıb və oxşayıb ağlamaq deməkdir. Məsələn, cahiliyyət dövründə Tumadır binti Əmir, Xənsa adı ilə, ləqəbi ilə daha çox məşhur olan bir qadın şairə var idi. Onun qardaşları Səxir və Muaviyyənin ölümünə dair mərsiyələr yazırdı. Sonralar bu qadın İslamı qəbul etdikdən sonra isə Peyğəmbərin əmsi Seyyid-i Şühəda Həmzəyə dair də mərsiyə yazmışdı. Hətta onun bacısı Səfiyyə müraciətlə deyirdi ki, ağla. Yəni, ümumiyyətcə,
Mərsiyə deyəndə elə ilk növbədə nəzərə ağlamaq feili gəlir, yaxud da göz yaşı sözü yada düşür. Amma ümumiyyətcə belə götürəndə, yəni Mərsiyənin bir yaranma tarixi həqiqətən də bu çox maraqlıdır. Yəni Mərsiyə demək olmaz ki, ilk dəfə tutalım ki, ərəb bəli ədəbiyyatında olub, fars ədəbiyyatında, bizim Azərbaycan ədəbiyyatında Mərsiyənin gözəl nümunələri var. İlk Mərsiyənin yaranması haqqında Həzrət Əli əleyhissalama sual veriblər ki, ilk Mərsiyə hardadır? Bu müxtəlif kitablarda öz əksini tapmışdı. Və o cavab verir ki, ilk Mərsiyəni Adəm Peyğəmbər söyləmişdi. Onun oğlu Qabil ki, Habili qətrə getirir. Bu Adəm Peyğəmbərə təbii ki, böyük kədər hissi oyatmış Adəm Peyğəmbərdə və o Habil üçün belə bir Mərsiyə söyləmişdi ki, yəni sənin ölümünlə hər şey dəyişdi dünyadakı. Yəni qısa məzmununu deyirəm bunun belə. Yəni hər bir dadlı bir şey, tamın ləzzəti getdi, hər bir rəngli şeylər rəngsiz oldu. Yəni sənin məskənin artıq torpaqdır, yəni sənin öz qatilin Qabildir. Yəni bu insanın öz evlad itkisindən doğan bir acısının ifadəsidir. Yəni Mərsiyə təbii ki, insanın acısından doğan bir ifadədir. Amma o məktəllərlə Mərsiyələrin əlaqəsinə gəldikdə isə məktəl qətl olunma sözündən yaranmışdır. Yəni öldürülmə haqqında bir əsərdir, tarixi əsərdir. İlk məktələ gəlincə isə bu Əbu Mixnəfə məxsusdur. Yəni söhbət İmam Hüseyn əleyhissalamın Kərbəla faciəsindən gedirsə, Əbu Mixnəf ilk dəfə məktəl yazır. Sonra bunun məktəlindən, məsələn, Təbəri öz kitabında Əbu Mixnəfə əsaslanır. Yaxud Alman şərqşünası ərəb ölkələri tarixindən bəhs edərkən Justinian Wilhausen o Əbu Mixnəfin böyük İraq tarixçisi olduğunu qeyd edir və İraq tarixini həqiqətən də çox fundamental şəkildə tarixçiliyin əsasını qoyduğunu qeyd edərək Əbu Mixnəfə əsaslanır. Yəni Əbu Mixnəf məktəl yazdı və bu məktəldə sizin qeyd etdiyiniz kimi təbii ki, o İmam Zeynalabdin əleyhissalamın o səhabələrindən, onun dilindən söylənləri nəql edirdi. Yaxud xanım Rübabın orada İmam Hüseynin həyat yoldaşı, xanım Rübabın bir mövlası var idi, orada köləsi, o iştirak edib İmam Hüseynlə Mədinədən çıxandan ta ki Kərbəlaya qədər. Məsələn, onun dilindən deyilənlər, İmam Məhəmməd Baqir əleyhissalamın dilindən və birbaşa Əbu Mixnəfin müasiri olduğu İmam Cəfər Sadiq əleyhissalamdan orada daxil olunub. Yəni bu məktəldən sonra başlayır artıq müstəqil məktəl, sizin dediyiniz kimi müstəqil bir əsərə çevrilir artıq. Və bu da bir tarixi əsər hesab olunur. Ondan sonra məşhurdur Seyyid İbn Tafusun Lühuf, bu da məktəldir. Və 10-cu əsr ərəb ədəbi və tarixçisi Əbulfərəc Əl-İsfahani o Kitab-ül Əğani əsərinin müəllifidir. Çox qiymətli əsərləri gəlib çatıbdır bizə və onun həmçinin də Məqatilü Talibiyin adlı bir məktəlin müəllifidir. Bu da Talibi adından göründüyü kimi, yəni Əbu Talib nəslindən olanların öldürülməsi haqqında. Və bu əsər əhatə edir Cəfər Təyyarın, Həzrət Əlinin qardaşı Cəfər Təyyarın öldürülməsindən ta Müqtədir Billahın, yəni 10-cu əsrə qədər, 30-cu illərinə qədər olan, hansı ki Əbu Talib nəslindən kimlər öldürülübsə, hər biri haqqında məlumat verir. Təbii ki, bunun əsərində, Məqatilü Talibin əsərində İmam Hüseyn əleyhissalam, onun evladları, onun qardaşı, onun daha sonra nəslindən olan nümayəndələr, Zeyd ibn Əli, bunların öldürülməsi də yer tutur. Amma ümumiyyətcə məktəl yazmaq, belə deyək, ənənəsinin əsasını Əbu Mixnəf qoymuşdu. Çünki Əbu Mixnəfin təkcə məktəli İmam Hüseynlə kifayətlənmirdi. O Cəməl, Nəhrivan döyüşləri, Siffin döyüşünə aid yazmışdır. Muxtar Səqafinin deməli qiyamına dair qiymətli əsərin müəllifidir. Kitab-ül Qarat adlı, onun Qarətlər adlı əsəri vardır. Məhəmməd ibn Əbu Bəkrin öldürülməsi bir çox hadisələrə işarə edir və bu məktəl daha sonralar isə, yəni ədəbiyyatda da artıq bu məktələ, tarixi hadisələrdən qaynaqlanan məktəllərə əsaslanaraq təbii ki, o şair başlayır öz ədəbi təxəyyülün işə salmağa və bu hadisədən kədərlənir və bu tarixi hadisələrin, belə deyək, fonunda artıq o da öz müstəqil surətdə bir əsər yaradır və bu əsər adlanır Mərsiyə. Bəli, çox gözəl qeyd elədiniz ki, əslində məktəllər tarixi hadisələrə
əsaslanır və demək olar ki, elə tarixin bir hissəsidir. Ancaq mərsiyələr isə bu tarixi hadisələrdən götürülmüş şairlərin öz təxəyyülü ilə yaratdığı əsərlərdir. Hansı ki, bu da demək olar ki, ədəbiyyatın lirik növünə aid bir janrdır da. Bəs ədəbiyyat varsa əgər burada, şair təxəyyülü varsa, demək burada həm də bir məhz sənətdən istifadə olunma qaydaları var. Məsələn, məhz sənətdən şairlər istifadə edirlər. Biz mərsiyələrdə məsələn danışsaq, hansı məhz sənət qaydalarından və yaxud da oradakı, belə deyək də, bədii söz nümunələrindən və təsvir vasitələrindən istifadə olunduğunu deyə bilərik, qeyd edə bilərik orada. Azərbaycan ədəbiyyatının belə deyək də mərsiyələr ki, biz oxuyuruq, Azərbaycan ədəbiyyatının bizim gözəl şairlərimiz yazıblar, onu qoyub gediblər. Bunların həm dini inanclarının göstəriciləridir, həm bunların poetik təxəyyülləridir. Burada bir çox, yəni əgər bu ədəbi təxəyyüldən danışırıqsa, təbii ki, şair burada həm inancını işə salır, həm də öz poetik təxəyyülünü işə salaraq bu Kərbəla faciəsinin insanlarda psixoloji, o lirik, duyğusal təsiri qoymağa çalışır və başlayır bunu yaratmağa. Məsələn, mərsiyə ədəbiyyatımızda bizim bir çox arxetiplər var. Təbii ki, əgər burada söhbət döyüşdən gedirsə, qətildən gedirsə, döyüşdə nə istifadə olunur? Döyüşdə qılınc olur, nizə olur, xəncər olur. Yerin adı Kərbəladır, Dəştibəladır deyirlər buna, bəzən Neynəvadır. Məsələn, İmam Hüseyin əleyhissalam kimdir orada? Orada Seyyid-ü Şühədadır, orada Şah-ı Teşnələbdir. Yəni, susuzların şahıdır. Yəni, o qədər susuzluq çəkib ki, artıq bu susuzların şahıdır. Yaxud orada təqdim olunur, məsələn, biz daha çox bu epitetləri, bu kinayəni, metaforanı daha çox görürük. Məsələn, Həzrəti Əli-Əkbər əleyhissalam haqqında yazılan mərsiyələrdə. Orada şair onun bədii portretini canlandırır. Məsələn, Həzrəti Əli-Əkbər necədir? O ala gözlüdür. Bəzən buna şəhla, ərəbcədə saxlayıb şəhla gözlü deyirlər. Məsələn, o bir qədim mərsiyəmiz var bizim. Deyir, gəli zülfü saman qardaş, cəmalı Yasəmən qardaş, gözüm yoldan çəkən qardaş, Əli Əkbər cavan qardaş. Yəni, bir insanın biz camalının dəfələrlə görmüşük ki, klassik ədəbiyyatda o gülə bənzədiblər adətən. Məsələn, biz Yasəmən görürsünüz, burada şair təxəyyülünü işə salır, Həzrət Əli Əkbərin camalını Yasəmən camalı verir. Zülfü samandır, yəni onun saçı sarı rəngindədir. Çünki gözü alı gözlü adamın əlbəttə ki, saçı sarışın olmalıdır da. Yaxud Həzrət Abbas əleyhissalamın daha çox mərsiyələrdə. Məsələn, o özü supaliyandır, saqidir adı, amma özü ətişandır, özü su içməyibdir hələ. Bədii təzad burada qarşılaşdırıldı və bu insanda qəlbində bir həmin hadisənin hansı işgəncələrlə, hansı zülümlərlə baş verdiyini işarə edir. Yaxud Həzrət Abbas əleyhissalamın qolları uzundur. Uzun qolludur, hər yerə əli çatır, ancaq axırda onun qollarını kəsirlər və onun qolu yoxdur və qardaşından imdad istəyir. Və yaxud burada məsələn Həzrəti Zeynəbin təsviri çox geniş verilir mərsiyələrdə. Çünki o Aşura hadisəsindən sonra bu inqilabın, bu faciənin danışan dilidir, xətibidir və Həzrəti Zeynəbi məsələn orada cəlb edirlər, gəlir, çıxır Küfəyə, İbn Ziyadın məclisinə və yaxud ondan sonra bu əsirləri Şama aparırlar, Yezidin məclisinə gəlir Həzrəti Zeynəb və o kimdir, onu necə verməlidir şair? Düzdür, bu Zeynəbdir, qardaşların itirib, bunun qəlbi kabab olub, bağrı qan olub, bu belə Zeynəbdir. Ancaq həm də o nədir, danışanda nədir? O Həl-Əta qızıdır. O Peyğəmbər nəvəsidir, o Həsənlə Hüseynin bacısıdır. Burada artıq belə başlayır şair onu. Yəni, burada çulğalaşır. Həm bir tərəfdən insanın qəlbində bir o faciəyə yanğı, o haqsızlıq qurbanı olan Peyğəmbər əhli əyalına insanın qəlbində bir yanğı var, bir kömək əli uzatmaq var, bir o qəmə şərik olmaq var. Digər tərəfdən eyni zamanda biz burada zülmə əyilməyən bir xanımı görürük.
bir xanımı görür ki, bu dərdi dilin demək üçün özün düşmən qabağında əyilməz aparır, mərdi mərdanə aparır. Və yaxud, bax, burada məsələn, istifadə olunur, tutalım ki, yenə də qeyd edirəm, tutalım ki, bunlar əsirdirlər, bunların qollarına zəncir vururlar. Şair burada başlayır, zəncirə müraciət edir. Yaxud bədii təşxis, yəni allegoriya həddindən artıq güclüdür, mərsiyələrdə aparıcıdır. Görürsünüz, orada zəncirlə danışırlar, orada nizə ilə danışırlar ki, sən kimin başını kəsmək istəyirsən? Bu baş, axı, müqəddəs bir başdır. Bu Peyğəmbər deyir, şümr qoydu xəncər axır, Peyğəmbər öpən boğaza, gəlmədi babam namaza. Bu İmam Hüseynin qızının dilindən deyilən bir mərsiyədir. Görürsünüz, o düşmənin adı səsləndirilir, o hansı boğaza xəncər qoyub? Demir, boğazını kəsdi, bu adi bir boğaz deyil, bu Peyğəmbərin öpdüyü boğazdır. Və o gözləyir ki, artıq günorta vaxtıdır, deyir, vəqti zöhr olub namazın, gəlmədi babam namaza. Artıq Peyğəmbər evladı İmam Hüseyin zöhr vaxtı şəhadətə yetirir və bunlar da gözləyirlər ki, atası namaza gələcək və bunlar bir yerdə namaz qılacaqlar və o qız qeylənir ki, mənim atam artıq namaza gəlmədi. Və bundan başqa, yəni bədii təzadın çoxluğu, kinayənin, metaforanın istifadəsi o həqiqətən də mərsiyənin insana təsir gücünü daha çox artırır. Məsələn, burada Həzrəti Əli Əkbər əleyhissalam haqqında o Faizin yazdığı bir mərsiyə var, bu bacısının dilindəndir. İndi xanım Səkinə yaxud Rüqəyyə ona müraciət edir və nə deyir ona? Deyir, getmə meydana, ey Əli Əkbər, anan Leyla özün həlak eylər. Münqiz İbn Mərrə yolun gözlər. Bax, burada artıq məqtəl işə yarayır mərsiyədə. Münqiz İbn Mərrə kimdir? Bu məqtəldə qeyd olunur ki, Həzrət Əli Əkbər əleyhissalamı qətlə yetirən adı Münqiz İbn Mərrə imiş. Bu bir fantaziya deyil. Yəni, şair mərsiyə yazmaq o qədər də bir asan bir vəzifə deyil, asan bir iş deyil. Şair o məqtəli oxuyub artıq bilir ki, hansı Peyğəmbər evladını, İmam Hüseyin əleyhissalamın yaranını kim şəhid edib və onun adını düzgün versin. Və bacı belə deyir ki, Münqiz İbn Mərrə yolun gözlər, bu sən qardaş, bu neçə min ləşkər. Yəni, bir nəfər adam gör, neçə min adamın üstünə gedir və orada bacı qardaşa yalvarır. Məsələn, deyir ki, qardaş getmə, getmə, getmə. Bir sözün, görün, Azərbaycan dilinin gözəli təkrarına necə gözəl məsələ, getmə, getmə bu qanlı meydanə. Qoy bir edim, edim, edim o zülfünə şanə. Mərsiyələrdə çox qabardır. Həzrət Əli Əkbər saçına deyir, qoy səni daraq vurum, sonra gel. Və burada saç arxetipdə özünü göstərir. Bəli, əslində çox gözəl bir mövzuya toxundunuz ki, şairlər əvvəl məqtəlləri oxumalıdır ki, tarixi hadisələrdən məlumatda olsunlar. Daha sonra onu öz yazdığı mərsiyələrdə, nohələrdə düzgün şəkildə istifadə edə bilsinlər. Düzdür, mərsiyələr bayaq da qeyd elədik ki, şair təxəyyülünün məhsuludur. Amma həm də burada bir məqtəl də var, axı bir tarixi hadisə də var. Məsələn, biz Razinin bir mərsiyəsində belə dediyini görürük, xanım Zeynəbin haqqında bilməm niyə bu kövnü xərab olmadı, ya Rəb, ol gün ki məkan eylədi viranəni Zeynəb. O ki, xanım Zeynəbi və digər əsirləri gətirib Şamın xarabalıqlarında saxlayırdılar. Onu artıq məqtəldən götürübdür və öz təxəyyülünə də uyğun deyir ki, axı xanım Zeynəb kimi böyük şəxsiyyətli bir xanım viranədə əgər gəlib məkan eləyirsə, onda bu aləm dağılmalıdır da dünyada və niyə dağılmır? O da əslində bir həm də ki, ritorik bir sualdır da əslində bu. Və burada məsələn şair deyir, xanım Zeynəbə müraciət edir, həmin Hacı Əbülhəsən Raci. Digər mərsiyəsində nə deyir məsələn, xanım Səkinədən danışanda, yaram Yezid əlindən bihəd şikayətim var. Şamın xərabəsində qəmli hekayətim var. Mərsiyələrdə ya şair özü o qədər yanır ki, olan əhvalına birbaşa özü müraciət edir, yaxud həmin o, məsələn, bacının ya ananın dili ilə müraciət edir, yaxud da o, həmin o halı yaşayan, o obrazın, tarixi obrazın, Peyğəmbər ailəsinin bir üzvünün dili ilə müraciət edir və o faciələri ardıcıl-ardıcıl, sanalya-sanalya onu çatdırmaq istəyirdi oxucuya, dinləyiciyə. Bəli, bəzən də görürsən ki,
şairlər, böyük ustadlar mərsiyəni yazırlar, orada çatdırmaq istədikləri, belə deyək də, mətləb, tutaq ki, Həzrəti Əli Əkbərin şəhadətinin necə kədərli olmasıdır. Artıq orada məqtəllərin tam dəqiqliyinə ola bilər ki, fikir də verməsinlər və yaxud da fikir versələr də ona o qədər də önəmli yanaşmırlar. Onların əsas çatdırmaq istədikləri məqsəd, belə deyək də, həmin hadisənin acısıdır, kədəridir. Məsələn, biz buna misal çəkə bilərik. Məşhur bir mərsiyə Mirzə Ələkbər Sabirin "Baxdı üçün Əkbərinin nizədə Leyla üzünə, gördü zülfü tökülüb çün şəbi yelda yüzünə." Biz məsələn tarixi mənbələrə müraciət eləyəndə görürük ki, xanım Leyla düzdür Kərbəlada olmayıbdı. Çünki bəzi tarixi mənbələrə əsasən o Kərbəlada olmayıbdı. Amma şair artıq burada öz təxəyyülünü işlədibdi. Və ola bilər, məsələn, o başqa bir aləmlə ora baxıbdı. Ola bilər, məsələn, onu belə deyək də, mükaşifə ilə görübdü. O artıq şairin öz təxəyyülüdür də. Biz indi bilmirik orada o nəyi nəzərdə tutub. Hər bir halda, amma yenə də gözəldir. Həm estetik baxımdan gözəldir, həm hadisənin o kədərin, təsirin çatdırmaqda, belə deyək də, orada şair artıq öz məharətindən istifadə edib, gözəl bir şəkildə onu yazıbdır. Bizim, belə deyək də, mərsiyələrdən, məqtəllərdən danışanda daha çox yada düşən şairlərdən biri də sözsüz ki, Məhəmməd Füzulidir. Çünki Məhəmməd Füzuli həm Kərbəlada İmam Hüseyn əleyhissalamın hərəminin kənarında yaşayıbdı, elə orada da dünyasını dəyişibdi, öz vəsiyyətinə əsasən də elə hərəmin astanasında onu orada dəfn eləyiblər və bu hadisədə sözsüz ki, Məhəmməd Füzulinin əsərlərinə təsir qoyubdu və onun dünyada tanınmasına səbəb olan, sevilməsinə səbəb olan əsas amillərdən biri də elə budur. Biz Məhəmməd Füzulinin yaradıcılığına toxunsaq, orada Kərbəla hadisəsinin necə tərənnüm olduğunu görə bilərik. Məhəmməd Füzulini Azərbaycan ədəbiyyatında yadda qalan və əhəmiyyətli rollarından biri də məhz İmam Hüseyn əleyhissalamın Kərbəla faciəsi haqqında ilk dəfə olaraq bədii nəsr yaratmasıdır. Düzdür, bunu Hüseyn Vaiz Kaşifinin Rövzətü Şühəda əsərinin bədii, yəni tərcüməsi olduğunu deyirlər. Hər halda ilk dəfə cəhd Azərbaycan ədəbiyyatında, Azərbaycan dilində Məhəmməd Füzulidən gəlmişdi. Həqiqət Şühəda. O nə deyirdi orada? Gülü bustanı vəfadır Hüseyn, dürri dürcü sidqü səfadır Hüseyn, cigər gürşeyi Həzrəti Fatimə, süruri dili Mustafadır Hüseyn. O başlayır birbaşa peyğəmbərlərin artıq əhvalatları ilə və İmam Hüseyn əleyhissalamı qarşı-qarşıya qoymağa. Məsələn, orada belə bir hadisə təsvir olunur. Nuh peyğəmbərin deməli fəslində İbtilayı Nuh əleyhissalamın ki, Nuhun ki gəmisi dayanır. Orada bir məqtəldə bir hadisə var, ona işarə edir burada Məhəmməd Füzuli. Bu sonralar mərsiyələrdə də əksini tapır. Deməli, İmam Hüseyn əleyhissalamın Kərbəlaya gələndə bir qızı, bəzən ona Fatimə Suğra da deyirlər, yəni ən kiçik Fatimə, o Mədinədə qalır. Xəstə olur və oturur atasının yolunu gözləyir. Bu gözləyəndə, bu əsnada onun gəlir evinin damına bir qarğa qonur. Və bu qarğaya müraciət edir xanım Fatimə Suğra və ərəbcə ondan belə deyir ki, tən al-ğurabu fəqultu limən tən'ahu veyləkə ya ğurabu. Bir qarğa gəlir və başlayır qarıldamağa və o deyir ki, yəni əgər bunlarda belə bir inanc var ki, qarğa qarıldayırsa gəlib evin yanında, demək kimisə ölüm xəbərini bəli gətirib. Və deyir ki, sən yenə kimin ölüm xəbərini gətirmirsən, orada artıq qarğa bir növ zəmin hazırlayır və başlayır buna ishar eləmək ki, İmam Hüseyni qətlə yetiriblər. Yəni qız artıq başa düşür ki, qarğanın bu halından ki, atası onun şəhid olubdur. Bu əksini tapır, Həqiqət-i Şühədada da verir bunu Məhəmməd Füzuli. Sonradan digər şair məsələn bundan təsirlənir.
artıq bayaq dediyim o allegoriya ki baş verir, Bəli. ha, artıq dialoq gedir. Bu Fatimə sonra deyir: "Ey quş, bu necə qandır ki, qərq olmusan ey vay. Ey quş mənə bir de, haradan gəlmirsən ey vay." O quş artıq cavab verir ki, ey vay ya Hüseyn vay, sətparə Hüseyn vay. O başlayır yavaş-yavaş bu qıza zəmin hazırlamağa və Kərbəlada şahid olduğu əhvalatları çatdırmağa. Əlbəttə ki, bu məqtəldən bəhrələnən və imamların hədislərində də söylənilən və eyni zamanda mərsiyələrdə də yer alan geniş əhvalatlardan biridir. Bəs biz Abbasqulu Ağabakıxanovun yaradıcılığına nəzər salsaq, bu hadisələrin orada da tərənnüm olunduğunu görə bilərikmi? Azərbaycanda mərsiyə ədəbiyyatının intibahında, çiçəklənməsində ümumiyyətcə Bakıxanovdan danışırıqsa, 19-cu əsrdə yaranan ədəbi məclislərin rolu olduqca aparıcıdır. Yəni Abbasqulu Ağa Bakıxanov Gülüstan Ədəbi Məclisini təşkil etmişdi Qubada. Və Abbasqulu Ağa Bakıxanov ensiklopedik bir alim idi. Qrammatikaya dair əsəri var, coğrafiyayı, tarix fundamental əsəri var, Gülüstan İrəm. Və məhz Quba dindarlarının sifarişi ilə tarix belə qeyd edir ki, o Riyazül Qüds əsərini yazmağa başlayır. Bu da İmam Hüseyin əleyhissalamın Kərbəla faciəsindən bəhs eləyir və orada bu da bir bədii məqtəl hesab olunur Bakıxanovun yazdığı bu əsərdə. İndi bu Qubada təşkil eləyir. Məsələn, Xurşudbanu Natəvan gedib Şuşada təşkil eləyirlər. Onlar Mir Mövsüm Nəvvabdır, odur, Qasım bəy Zakirdir. Eyni zamanda Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanında o İbrahim Xəlil xanın dövründə Şuşada təşkil olunmuş bir mərsiyə deməli oxunur orada. Yəni Aşura günüdür, şəbi çıxardırlar, məhərrəmlik mərasimi keçirirlər, əzadarlar yığışıb və orada həmin əsərdə o bir mərsiyə verir. Deyir, xeymegahə od düşəndə, od düşəydi aləmə, yandırıydı aləmi, övladı Heydər qanlusu, ki Hüseynimə, vay Hüseynimə. Abdullah bəy Asidir, Asi təxəllüsünə. Məsələn, Qarabağdakı ədəbi məclisdə artıq başqa mərsiyə yaranır. Yaxud Lənkəran Ədəbi Məclisində, yaxud Naxçıvanda, Şamaxıda, Bakının özündə, bəli. Yəni, bunlar o vaxt axı bu cür deyildi ki, hamı bir-birinə xəbər. Bir-birlərinə yazdığı məsələləri bu məclisdən o məclisə göndərirlər. Bu cür yayılırdı. Yəni, bu cür yayılırdı. Məsələn, Bakıxanovun adını çəkəndə əlbəttə onun Gülüstan Ədəbi Məclisində Qubanın özündən də var idi. Gülüstan Ədəbi Məclisinin üzvləri və Mirzə Möhsün Xəyali var idi. Şair xəyali təxəllüsü ilə yazıb, onun gözəl məhsiyələri var. Yaxud Şərqin ilk dramaturq qadını Səkinə xanım Axundzadənin atası Mirzə Heybət var idi, fəda təxəllüsü ilə. Onun çox gözəl bir mərsiyə nümunəsi var. Bu mərsiyə nümunəsi, məsələn, burada görün, şairin poetik təxəyyülü hara qədər işləyir ki, bu artıq dialoq qurur. Bu meydana gedən bir Qasimdir və onun təzə gəlindir ki, bu artıq meydana yollanmaq ərəfəsindədir, Aşura günüdür, döyüşdür. Bu artıq öz həyat yoldaşından dialoq qurur. Və orada belə bir söhbət baş verir. Yəni artıq belə deyək də, Həzrəti Qasim öz həyat yoldaşını, Fatiməni, öz əmsi qızını hazırlayır ki, artıq bu döyüş başlayıb, mən bu döyüşə getməliyəm. Və orada ona öyüd nəsiyyətlər verir. Təbii ki, deməli, mərsiyə belə başlayır. Həzrəti Qasim öz təzə gəlinə, həyat yoldaşına müraciət edir ki, ey taliyi kəm, bəxti qara, yarı mərusim, aşüftə könül, munisi, dildarim ərusim. Və bunu belə sözlərlə oxşuyur və artıq o həyat yoldaşına vidalaşmaq istəyir və ona deyir ki, mənim əmim tənha qalıb Kərbəla çölündə, mən onun hayına yetməliyəm və bunu belə ifadə edir ki, yalqızdır əmim tənha qalıb, düşmənlər aramımı alıb, gör necə gül rəngi saralıb. Tək də əmim, mən onu qoyub getsəm də, yəni sən heç vaxtı danışma. Və sonra özünə nə işarə edir o fəda? Deyir ki, Həzrəti Qasimin dilindən deyir ki,
qəm çəkmə ərusim. İndi ərus bunu artıq meydana yola salıb və ağlayır. Deyir ki, qəm çəkmə ərusim, mənə çox dusilər ağlar. Hər mahi mühərrəmdə mənə təziyə saxlar. Bu onu sakitləşdirir. Sonra da deyir ki, Həzrəti Qasim yenə də özü necə deyir? Deyir, mən haqq yolunun fədasıyam, qəmli sinələr dəvasıyam, məhşərdə şəfayət eylərəm, yas tutanların ağasıyam. Ümumiyyətcə, bu mərsiyələrdə həm də biz çox vaxt son bənddə o müəllifin özünün, həmin o İmam Hüseynənmi, onun şəhid olan evladlarından mı yardım istəməsi, hansı gündə yardım istəməsi? Qiyamət günündə, o gün ki, heç kəsin heç kəsə əli çatmayacaq və bunlar ümid edirlər ki, o gün bunların hayına gəlib çatacaqdır. Bəli. Bunlar qiyamətdə daha çox ümidi bağlayırlar. Amma həm də ki, məsum imamlardan da məşhur, mütəvatir bir hədis var ki, kimi Əhl-i Beytin şənində bir beyt inşa eləsə, Allah cənnətdə ona bir beyt bəxş eləyər. Təbii ki, indi Əhl-i Beyt aşiqlər olan şairlər də öz, belə deyək də, yaradıcılıqlarında bu mövzulara toxunmaya bilməzdilər, bu mövzular haqqında danışmaya bilməzdilər. Mən sizə çox təşəkkür edirəm. Həqiqətən maraqlı bir veriliş oldu və çox istəyərəm ki, siz bir mövzuya toxundunuz ki, o vaxtları ədəbi məclislərdə həm də mərsiyə janrına yer verirdilər. Bəli. Və onlar öz yazdıqları mərsiyələri digər ədəbi mühitdə olan şairlərə, yazıçılara göndərirdilər. Həmin o məclislərdə də oxunurdu. Və həqiqətən çox yaxşı olardı ki, bizim bugünkü ədəbi məclislərdə də zaman-zaman, indi təbii ki, bunu hər dəfə eləmək mümkün deyil, amma zaman-zaman bu cür bədii nümunələrə də yer versinlər və şairlər öz qələmlərin bu yolda da sınasınlar. Gözəl təklifdir və eyni zamanda mərsiyə ədəbiyyatı bizim üçün təkcə bir inanc, əqidə, yəni bu təbii ki, aparıcıdır burada, bir göstəricisi, bizim mental dəyərlərimizi göstərməkdən əlavə, həm də bir Azərbaycan ədəbi dilinin inkişafına, yenə də deyirəm, Azərbaycan ədəbiyyatında o qədər gözəl mərsiyələr var ki, məsələn, mən ərəb dilində də baxıram mərsiyələrə, fars dilində də var mərsiyə nümunələri. Azərbaycan ədəbiyyatında olduqca o dediyiniz mühəssənatla, o bədii təsvir, ifadə vasitələri ilə zəngin olan çox gözəl bir ədəbiyyat vardı və bu həm də bizim Azərbaycan dilinin nə qədər poetik söz imkanlarının geniş olduğunu göstərir. Həm də bu bizim bir adətimizdir, ənənəmizdir. Bunu illərlə böyük şairlər, ustadlar öz əsərlərində yaza-yaza, yaşada-yaşada gətirib bizim dövrə kimi çatdırıblar. Təbii ki, bizim də borcumuz odur ki, bu ədəbi nümunəni, janrı da bizdən sonraki nəsillərə çatdıraq. Təbii ki, onun üçün də yazmaq lazımdır, yaratmaq lazımdır. Əlbəttə, qəzəl də yazmaq lazımdır, qəsidə də yazmaq lazımdır, digər şeir növlərindən də istifadə eləmək lazımdır. Amma həm də mərsiyəni də unutmaq olmaz, mənə elə gəlir. Təbii. Mən sizə çox təşəkkür edirəm, Natəvan xanım. Həqiqətən çox maraqlı bir veriliş oldu. Ümid edirəm ki, izləyicilərimiz üçün də çox xoş olacaq. Yenə gələn verilişlərimizdə, yəni də sizin xidmətinizdən istifadə edərik. Var olun. Çox sağ olun. Əziz və dəyərli izləyicilərimiz, daha bir verilişimizin sonuna yetişdik. Bugünkü verilişimizdə ədəbiyyatdan məqtəllər və mərsiyələrdən danışdıq. Gələn verilişlərimizdə görüşmək ümidi ilə Allaha əmanət olun. Ey Füzuli, istəməz kimsə rızası ilə fəna. Mən ərşinə fərş o kaf Olmaz ol qədri kibar, ol bütü bədxudə bəla. Vaxt üçün əkbərinin neyzədə